Kerem karantin vaxtında da Kerem tutarım. Muharrema başlamadan sonra çıxdı getdi. Qaldı yarım çıxdı. Bizə tikdi muzeydə bir var. Allah ruhunu şad eləsin. Allah məkanı cənnət eləsin. Əli Rəmi də bizim iki qəhrəmanımızın atasıdır. Həm şəhid atasıdır, həm qazi atasıdır. Allah ruhunu şad etsin. Əli Rəmi bizim şəhid Füzulinin döyüş yoldaşlarıdır. Füzuli döyüşdə, Cəbrayıl istiqamətində döyüşlərdə qardaşlara deyilmiş ki, toyum olacaq, toyuma gələrsiniz. Amma həyat elə bir gətirdi ki, Füzuli vətən uğrunda qəhrəmancasına şəhid oldu. Allah ruhunu şad eləsin, məkanı cənnət olsun. Buyurun qardaş. Allah rəhmət etsin. Allah məkanı cənnət eləsin. Bugünkü gün çox, yəni şəxsən öz döyüş yoldaşlarının adına, öz adımdan deyirəm. Bizim üçün çox çətindir. Bugün qardaşımızın evinə bizim fikirlərimiz, bizim sözlərimiz olur ki, dərdləşirdik boş vaxtlarımızda ki, toya oynayacaq inşallah, yarayıq, yığışarıq, büyüməyək. Nətər ki, valideynlərə ağırdır, bizim üçün də çox ağır. Burada belə gəlib, qardaşımızı belə istəməzdik, yəni. Qismət Allah'tan, Allah tüm şəhidlərimizə rəhmət eləsin. Qardaşımıza da Əhməd Allah səbir versin. Allah canımızı salamat eləsin. Bu qədər, yəni söz çoxdur danışmağa. Bunu belə istəməzdik də. Rəbbim bunu belə yazdı bizə. Nədər ki, valideynlər unutmuyor. İnsanın öz atası dünyasını dəyişir, hardasa mən atamı itirmişəm. Hardasa unutursan da valideyn. Amma şəhid qardaşlar heç biri unudulmur. Əsaslı öz yanında şəhid olmur. Tarif baxışı. Yəni, onu sözlə demək biraz çətindir. Yəni də məkanı cənnət olsun. Allah valideynlərə səbir versin. Hamımıza, Allah hamımıza səbir versin. Söz yox, acı xatirədir. Biz elə hamımız bilirik ki, şəhadətli uca zirvədir. Hər şeyin həyatda ikidir, boşa yaranır. Acı, şirin, xeyir, şər, qəm, kədər, sevinç. Kimə payda nə düşürsə, Allah onu da qismətinə yazır. Bizim də Allah tüm valideynlərə səbir etsin, şəhid ailələrinə səbir etsin, atalara, analara. Bu acını biz datdıq. Bundan sonra da istəmirik heç kim datsın. Böyük dərddir, ağırdır, həqiqətən. Mən həmişə deyirəm ki, Allah o yükü çiynlərində daşıyana verir. Başqasına, məsələn, bir görsən ki, o qədər zəifdir, həm psixoloji cəhətlər, həm mənəvi cəhətlər. O yükü daşımaq çox ağırdır. Amma Allah bizləri o qədər sınadı, bu imtihandan uzaq çıxartdı. Arada özünü fikirləşirəm, deyirəm, ilahə. O günü axşam çağı yerinə gedir. Gözümün qabağına gəlir, saat 2-nin yarısıdır, gözümün qabağına gəlir ki, indi telefona zəng gələcək, səsi eşidəcək. Bir onun səsi daimi qulağımda. Daimi qulağımda. Bir ev indi harada olsa Tacəddin mənə zəng eləyəcək, o xəbər eləyəcək. Elə bilən həmən günü təzədən yaşayacaq. Onun elə fikri ilə yatıram, onun elə dururam ki, məsələn, deyirəm yox, özünün üstündən 5 il keçib, özü biraz təskindir, özü biraz toxdur. 5 il keçib üstündən, söz yox, yaramız qaslar bağlasa da, amma daxilən bizi incidir. Nə biləm, həyat idi. Allah gəldi, söz yox ki, çoxları gəlirdi, söhbət edirdi, amma mənə ən çox da Tərlanın, Firmanın, Azərin, o danışıqları, onun haqqında dediyi xatirələr çox yer elədi. Çünki mənim nə qədər olsa da məndə bir xüsusiyyət var, valla. Heç kim danışanda mən inanmadım. Dedim, niyə dedim? Çünki mən balamı çox gözəl tanıyırdım, xasiyyətinə qələm idi. Və o nə eləmişsə, hamısı bir kinolenti kimi mənim gözümün qabağında idi. Çoxları gəldilər, çox söz dedi. Amma bunların dedikləri üst-üstə düşdü.
Nə bilim, həyatdır. Həyat bir də vazını yaşatmasın. Allah'ın Amin. izniyle. Allah sizin də canınızı salamat eləsin ki, orada yol əziyyət çəkib gəldi. Mən nə qədər də olmasaydı da elə gözüm axtarırdı. İndi harda olsa gələcək. Gələcək. Bir ömür boyu yani biz boşlayıp yaşamışlarımıza hiçbir yorgunluğu, hiçbir şey yok. Sadece bir olmalı. Allah. O da bizim dönüş yoldaşımızdı. Yani en iyi olmuş. Ama en iyi bizimle içine dövüşenler bir gruplar vardı. Gruplarda böyle dövüşler. Sanki yüreğine dalmışdı kabaksadan. Öyle bir şehit olacak. Şehit olacak. Bir yerine şehit koya gelecek. Şöyle danışırdık. Qardaş, Nəyin ki bu qardaş elə Şirvandan Sadi Əliyev Ramin ora. Yerə gələndə elə həmişə şəhidlikdən danışardılar. Deyirlər, inşallah buraya inşallah. Bizim rayondan. Allah ruhun şad eləsin. Deməli, şəhid Füzulinin şəhidlik yolunu seçib, şəhid Əhməd Abdullayev, Fərid Əhmədovun cənazəsi gələndə Füzuli orada böyük coşqu ilə iştirak edir. Hətta orada atası ilə də onun söhbətləri olub. Mən həmişə qeyd edirəm ki, şəhid Füzulinin şəhadəti şəhid Fərid Əhmədovun yolundan keçib. Ona çox bağlı biri olub. Yəni, şəhid olandan sonra şəhid Əhməd Abdullayev və Fərid Əhmədova çox bağlı bir gəncimiz olub, xeyirxah insan olub. Yaşı az olsa da çox xeyirxah olub. Hətta mən biləni Məşhəd ziyarətində oteldə zəvvarlar oturub yemək yeməyə. Onda görüblər ki, zəvvarların hesabı da bağlanıb. Onun ki, təbii öz qazancından, öz xırda özü üçün qazanc əldə edilmiş ki, onu xeyriyyə işlərə sərf eləsin. Onun da qisməti Məşhəd ziyarətində olan zəvvarlara xidməti olur. Daxili qoşunlar, yəni hamı bilir ki, daxili qoşunlar həmişə, yəni belə deyək də, döyüş ola bilərdi, milli ordu qutarardı, sonra daxili qoşunlar döyüşə sallardılar. Amma bizim qəhrəman şəhidimiz özü Könüllü atış. Könüllü gəldi. Allah ruhunu şad eləsin.